Bəzən bir qayda var ki, onu insanlar qoymur, onu təbiətin özü qoyur. Sıfıra bölmə. Bizə məktəbdə olmaz deyiblər. Amma niyə olmaz? Çox az adam bunun səbəbini düşünür. Çünki sıfır sadəcə bir rəqəm deyil. Sıfır yoxluqdur. Yoxluq üzərində isə heç nə qurmaq olmaz. Riyaziyyatda bölmə nədir? Bir ədədin neçə hissəyə bölünməsi. Amma sıfır hissə nə deməkdir? Heç bir hissə yoxdur. Onda cavab da yoxdur. Bu səbəbdən riyaziyyat burada dayanır. Deyir, buradan o tərəfə məntiq yoxdur. Fizikada da eyni hal var. Sürət, gedilən yolun zamana bölünməsidir. Əgər zaman sıfır olsa, bu nə deməkdir? Bir cismin eyni anda iki fərqli nöqtədə olması? Təbiət buna icazə vermir. Zaman olmadan hərəkət yoxdur. Hərəkət olmadan isə hesab yoxdur. İndi elektrik dünyasına baxaq. Güc, gərginliklə cərəyanın hasilidir. Gərginlik sıfırdırsa, cərəyan nə qədər böyük olsa da güc yoxdur. Amma bu təhlükəsiz vəziyyət deyil. Əksinə avadanlıq yüklənir, naqillər qızır, izolyasiya zəifləyir. Yəni hesab var, amma nəticə fəlakətdir. Stansiyalarda bir qayda var. Cərəyan transformatorunun sekunderi heç vaxt açıq qalmamalıdır. Çünki açıq qalanda ölçmə yox olur. Ölçmə yoxdursa, relé kor olur. Maqnit axını artır, gərginlik yüksəlir, izolyasiya sıradan çıxır. Bu an sıfıra bölmənin texniki formasıdır. Sistem cavab tapa bilmir. Təbiət niyə buna icazə vermir? Çünki sıfır başlanğıc deyil. Sıfır boşluqdur. Boşluqda nə zaman var, nə enerji, nə də sabitlik. Ona görə riyaziyyat dayanır, fizika qadağan edir, texnika isə özünü qorumağa keçir. Sıfıra bölmə sadəcə bir dərs mövzusu deyil. Bu təbiətin bizə verdiyi xəbərdarlıqdır. Deyir ki, buradan sonra davam etmə. Çünki məntiq olmayan yerdə texnologiya da dayanar. Elm bizə qaydalar öyrətmir. 1950-ci illər. O dövrdə kompüterlər bir otaq böyüklüyündə idi. İçində ekran yox idi, qrafik yox idi. Hətta bəzən yazı belə yox idi. Amma onlar hesablayırdı. Bu maşınlar dişlilər, relələr və ilk elektron lampalarla işləyirdi. Onlar üçün riyaziyyat sadəcə bir əmrlər zənciri idi. Və bu zəncirdə təhlükəli bir nöqtə vardı. Sıfıra bölmə. 1950-ci illərin hesablama maşınlarında bir ədədi sıfıra bölmək sadəcə cavabsız deyildi. Bu maşın üçün fiziki problem idi. Mexaniki sistemlər nəticəni tapmaq üçün dövrə-dövrə fırlanırdı. Amma bölən sıfır olanda bu dövr bitmirdi. Maşın axtarırdı, amma cavab tapmırdı və nəticədə dayanırdı. Bəzən səs çıxarırdı, bəzən kilidlənirdi, bəzən isə qoruyucu reylə açırdı. Mühəndislər bunu tez başa düşdü. Problem riyaziyyatda deyildi. Problem sistemin sonsuzluğa sürüklənməsində idi. Ona görə bu maşınlara xüsusi qoruyucu mexanizmlər əlavə edildi. Əgər bölən sıfıra yaxınlaşarsa, hesablama dərhal dayandırılsın. Bugün ekranda gördüyümüz error sözünün ilk forması məhz bu idi. Yəni 1950-ci illərin hesablama maşınları bizə bir şeyi çox erkən öyrətdi. Bəzi sualların cavabı yoxdur və cavabı olmayan sual maşını da məhv edə bilər. Bu səbəbdən sıfıra bölmə ilk kompüterlərdə sadəcə riyaziyyat problemi deyildi. Bu, mühəndislik təhlükəsi idi. Və bugün telefonumuzda gördüyümüz sadə bir xəta mesajının kökü məhz o otaq boyda maşınlara gedib çıxır. Sıfır hər zaman mövcud olmayıb. İnsanlar min illər boyu saymağı bilirdi, amma yoxluğu göstərən rəqəm yox idi. Çünki yoxluğu qəbul etmək asan deyildi. Qədim Misirdə və Romada rəqəmlər vardı. Amma sıfır yox idi. Rəqəmlərdə 1, 2, 3, 4, 5, 6, 8, 9, 10, 50, 100, 500, 1000 vardı, amma boşluğu göstərən heç nə yox idi. Çünki onlar üçün heç nə sayılmazdı. Qədim Yunanistanda məsələ daha dərinə gedirdi. Aristotel deyirdi ki, təbiət boşluğu sevməz. Ona görə sıfır yalnız lazımsız deyil, təhlükəli fikir sayılırdı. Yoxluq varsa, deməli nəsə pozulub. Hindistanda isə tam fərqli bir düşüncə doğuldu. Orada sıfıra sadəcə rəqəm kimi yox, anlayış kimi baxdılar. Adını qoydular şunya, yəni boşluq. Bu ilk dəfə idi ki, insanlıq yoxluğu rəqəmlə ifadə edirdi.